Azərbaycan xalqının siyasi təqvimi 3 fərqli dövrün, Cümhuriyyət mirası, 91-ci ildə qazanılan müstəqilliyin qürur və kədər günləri, nəhayət 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs vətən müharibəsində qazandığımız zəfərdən doğulan bayram günləri müasir milli tariximizin əsas sütunlarıdır. 5-ci ilini yaşadığımız vətən müharibəsində parlaq qələbə siyasi təqvimimizə də azadlıq qazandırıb. İndi ən böyük vəzifə qələbə təqvimini formalaşdırmaqdır. Siyasi təqvim islahatı dünyada Fransız inqilabı, Çində Xalq Respublikası və bayram dəyişiklikləri, Britaniya və bir çox dövlətlərin tarixində aparılıb. Bayramların bir tarixdə birləşdirilməsi, daha güclü simvolun yaradılması, xalqın idealları bir bütün kimi qəbul eləməsi və milli ruhu bütövləşdirilməsi deməkdir. Siyasi təqvim sadəcə günlərin ardıcıllığı deyil, o tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir. Bəs zəfər təqvimi necə qurula bilər? Bizə görə müstəqillik günü zəfərə gedən yolun başlanğıcıdır. Qurtuluş günü daxili xaosdan xilasdır. Silahlı qüvvələr günü Cümhuriyyətin yaratdığı orduya ehtiramdır və onların yarımçıq qalan ideallarının, İlham Əliyevin ordusunun gerçəyə çevrilməsi hadisəsidir. Zəfər günü isə ən ali mərhələyə, ümumxalq arzularına yetişməkdir. Deməli, siyasi tariximizi də düzgün sıralamalıyıq ki, bütövləşdirməliyik ki, o xalqa bu cürdə təqdim olunsun. Prezident bəyan eləyibdir, yeni tarixi dövrə qədəm qoymuşuq. Belə olan halda zəfərdən sonraki təqvimimizdə 17 noyabr milli dirçəliş, 18 oktyabr müstəqilliyin bərpası və 20 sentyabr suverenlik gününü vahid siyasi idealda birləşdikləri üçün onları eyni bir gündə 20 sentyabrda bütövlük və suverenlik bayramına çevirməyi təklif edirik. Nəticədə qələbə təqvimimiz düzgün təmələ yerləşir. Əsla hər hansı tarixin üzərindən xətt çəkilmir. Əksinə, xalqımızın meydan mübarizəsi, müstəqilliyin elanı nəhayət 23-cü ilin Xankəndi zəfəri ilə öz dolğun mənasına qovuşur. Unutmayaq ki, milli azadlıq hərəkatı təkcə imperiyalardan azad olmaq deyil, milli dövlətimizə qarşı son 2 əsrlik erməni məsələsinin həlli bizə görə ən böyük müstəqillik və milli azadlıq hadisəsidir. Ona görə də İlham Əliyevin liderliyində qazanılan milli bayramlar əvvəlki tariximizə düzən verir və məna bağlarına görə vəhdət yaradır, zəfəri gələcəyə ötürməyə imkan verir. İkinci təklifim də milli məsələyə həsr olunubdur. Xalqımız şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı milli kimliyin pasportu kimi qəbul edir. Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli mənəvi kimliyi təcəssüm elətdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır. Tətil dövründə şəhidlər xiyabanda 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi şəhidlər xiyabanları haqqında xüsusi qanunun qəbulunu zəruri eləyir. Xiyabanların hüquqi statusunun müəyyənləşdirilməsi, milli qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, milli yaddaş məkanının statusu daşıyan yerlər haqqında yeni hüquqi akt həm də vətən müharibəsində qələbəmizin əbədiləşdirilməsinə xidmət eləyir. Qanun şəhidlərin xatirəsini qorumaqla ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini də əhatə eləyə bilər. Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüflər olsun ki, şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, əslində o şəhidlərin qanında bir sıra hallarda o daxili qüvvələrin əli var. Onu miting meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr mövcuddur. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir. Qanun bu məkanın toxunulmazlığını təmin eləmək, milli həmrəyliyi gücləndirmək, qeyd etdiyimiz etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirməyə xidmət eləyə bilər. O halda kimsə xalqın ruhən birləşdiyi məkanları da siyasi parçalanmaya alət etməz.